Salam, Səmimi Söhbətin dəyərli izləyiciləri. Hər birinizi xoş gördük. Bu günlərim isə bizim yeni bir qonağımız var. Bugün Ülviyə xanım Əfəndiyeva bizim qonağımızdır. Beynəlxalq dərəcəli ali uşaq psixoloqu, ali problemlər üzrə ekspert. Bu günlərimdə çox gözəl mövzu ilə qarşınızdayıq. Mövzumuz ailədir. Xoş gəlmisiniz. Çox sağ olun, dəvətiniz üçün təşəkkür edirəm. Xoş gördük. Ülviyə xanım, ilk sualımla müraciət eləmək istəyirdim sizə ki, ailə nədir? Ailə insanın təməl bünövrə bir məktəbidir. Sığındığı limanıdır. Ailə insanın dünyaya gəldiyi gündən onun duyğularının, düşüncələrinin, emosiyalarının formalaşdığı, inkişaf etdiyi bir mühitdir. Yurdudur, yuvasıdır, sığınacağıdır. Çox gözəl dediniz həqiqətən də. Bu gün istəyirəm ki, biraz ailə münasibətlərindən danışaq. Boşanmaların yaranması, ən çox da ailə münaqişələri, ailədə sizin üçün, bax mənim üçün çox maraqlıdır sizin fikriniz. Təməli qoyulan, belə də çox güclü bir təməl qoyulan ailələr necə olmalıdır? Yəni indiki boşanmalarda səbəb nədir? Bəli, hal-hazırda çox əfsus olaraq qeyd etmək istəyirəm ki, müraciətlərdə də görürük ki, boşanmaların sayı günü-gündən artır. Doğru. Düşünürəm ki, ailə sağlam ailə deyilsə, orada boşanma olur. Yəni dağılanların əksəriyyətində belə bir sual yaranır. Həqiqətən ailədirlərmi? Ailəmi dağılır? Ailə ola bilmirik deyə, yəni ailə ola bilmirlər deyə burada boşanma halından danışa bilərik. Ailə öncə qorumaq gərəkən, sığınmaq gərəkən, orada özünü isbat etmək istəmirsən, orada özünü göstərmək istəmirsən, yəni orada sən heç kəs yargılamır, mühakimə etmir, səni olduğun kimi qəbul edir, sevir, dəyər verir, hörmət edir. Bu ortam sağlam bir ortamdır və sağlam ailə mühitidir. Bunlardan kənara çıxdıqda qısqanclıq deyək, özgüvən əksikliyi deyək, yalan, xəyanət, bir çox səbəblər ola bilər ki, doğrudur. Bunlar önə çıxdıqda artıq o sağlam münasibət bir-birinə insanın inamı, güvəni, etibarı sarsılır, o zəncir qopur və artıq narazıçılıqlar, küskünlüklər, incikliklər başlayır və o qopuq davam edir. Gəlir boşanmaya kimi çatır. Bəs yaxşı. Belə bir sual məndə yaranır ki, əvvəllər nənə-babalarımız deyirdi ki, əsasən də qız analar qızlarına deyirdi ki, sən nə olursa olsun dözməlisən. Xəyanətli kişidir də, edib də, burada nə var ki? Amma indi çox şükürlər olsun ki, analarımız onu qızlarına təbliğ eləmir. Mən niyə şükürlər olsun deyirəm? Bir qadının əzilməsi, yəni o sağlam ailə demək deyil. Yəni nə isə dözürüksə, maddi cəhətdən dözə bilərik, ailəni qorumaq üçün dözə bilərik. Amma elə bilirəm ki, bəzi şeylər var ki, onlara dözməmək daha məqsədə uyğundur. Siz necə fikirləşirsiniz? Ailədə iki sütun var, qadın və kişi. Yəni tam ailə olması üçün burada qadının öz rolu var, ərin, kişinin də öz rolu var. Yəni hər ikisi balanslı şəkildə qorunmalıdır. İstəyir sadiqlik olsun, istəyir özgüvən olsun, bir-birinə dəstək olsun, maddi tərəf olsun, mənəvi tərəf olsun. Hərənin öz rolu var ailədə və bu sağlam şəkildə həyata keçirilməlidir. Bu məsuliyyəti deyək boynuna götürməyəndə ya xanım və yaxud da bəy, o zaman narazılıqlar yaranır və yaxud da ki, biz ən çox şişirdilən, qabardılan mövzulardan biri xəyanətdir. Bəli. Mən düşünürəm ki, xəyanət qarşı tərəfə edilən bir hərəkət olsa belə, yəni öncə insan özünə xəyanət edir. Bəli. Öz bədəninə, öz ruhuna, öz düşüncəsinə, öz mənəvi dəyərlərinə xəyanət edir. Qadınlar da bunu qəbul etmək istəmirlər. Və belə deyim, ailəyə üçüncü şəxslər, kənar şəxslər müdaxilə etdikdə əslində ola bilər ki, amaçları, hədəfləri dəstək olmaqdır, amma bunun altında dəstək deyil də, istəyir oğlan valideynləri, istəyir qızın valideynləri, burada narazıçılıqlar yaranır. Əlbəttə. O zəncir qopanda da, biraz da kənardan buna müdaxilə etdikdə ailədə həqiqətən böyük bir boşluq yaranır. Əlbəttə burada həm qadın, həm kişi əziyyət çəkir. Ən çox da övlad, ailədə olan övlad əziyyət çəkir. Doğrudur. Çünki boşanma olsa belə qadın və kişi öz həyatına ayrı şəkildə davam edə bilirlər və yaxud da bilərlər. Amma övlad üçün ata-ana ayrılmır da. Boşanma uşağa aid edilmir. Amma ən çox belə deyək, övlad burada əziyyət çəkir. Doğrudur. Ana öz tərəfinə çəkir, ata öz tərəfinə çəkir. Razıyam. Övlad ortada qalır belə deyək.
Əlbəttə ki, ən mənfi nüanslardan biri də odur ki, ata anaya qarşı fikirlər söyləyir, ata da anaya qarşı fikirlər söyləyir. Uşağın anlamında sağlam ailə formalaşmır. Bəli. Yenə əziyyət çəkən uşaq olur. Doğrudur, razıyam sizinlə, tamamilə düz vurğuladınız. Bəs yaxşı, sizin belə deyək də cütlüklərlə seansda xəyanət elə bil ki, eləyən kişi qadın fərqi yoxdur da, xəyanət xəyanətdir. Gəlirsə, siz onlara məsləhət verəcəyinizi ekspert kimi məsləhət verə bilərsiniz, düzdürmü? Nə deyirsiniz? Nə deyirsiniz? Məsəl üçün onlar barışırlarmı? Yəni elə bir şey, elə bir çözüm yolu varmı? Çözüm yolu əgər ailəni dağıtmaq istəyirlərsə, hədəfləri ailəni dağıtmaqdırsa və biz psixoloq olaraq məcbur etmək və ya da məsləhət vermək, bu ailəni qoruyun, belə buna icazəmiz yoxdur. Düzdür, ailənin dağılması, boşanma gözəl hal deyil. Belə deyim də, boşanmaq nə gözəl, təqdirə layiq bir hal deyil, nə də belə əxlaqsızlıq və yaxud da çox biabırçı bir situasiya deyil. Bəli, biz həmin gedişata görə biz onu dəyərləndirə bilərik. Elə ailə var ki, həqiqətən boşansalar belə qadın öz həyatını sağlam şəkildə yaşaya bilər, bəy də öz həyatını yaşaya bilər və övladlar da daha sağlam şəkildə böyüyə bilərlər. Nəinki o ortamda böyüyən uşaq, o ailədə, o mühitdə olan qadın və yaxud da kişi. Amma ümumilikdə ailə həyatı boşanmaya qədər, yəni çox yollardan, çox periodlardan keçir də. Çünki ailə həyatı qurulana qədər o sağlam münasibət qurulmur. Öncə odur tanımaq. Çünki qadın uşağı vaxtı belə tamamilə başqa bir ailədə böyüyüb, başqa bir mühitdə, başqa qayda qanunlarla böyüyübdür, başqa olar olmazlarla böyüyüb. Bəy də eyni zamanda uşaq vaxtı tamamilə başqa mühitdə, başqa tərbiyədə, başqa qayda qanunlarla böyüyübdür. Bir ortaya, bir araya, bir evə gələndə artıq ikisində də mənim dediyim keçəcək, sənin dediyin keçəcək. Yəni mən evin kişisiyəm, mənim sözüm keçməlidir və yaxud da qadın deyir ki, mən də bu evdə haqqım var, mənim sözüm keçməlidir. Bu zaman narahatçılıqlar yaranır. Yenə deyirəm, münasibətin sağlam olması üçün ilk növbədə balanslı şəkildə olmalıdır bu. Sadiqlik olsun, inam, etibar, güvən, maddi durum, qarşılaşdığı çətinliklərin öhdəsindən gəlir. Bu balanslı şəkildə olsa daha yaxşı olur. Və övlad da dünyaya gəldikdə biraz qayğılar artır. Zaman ayıra bilmir qadın. Əgər işləyən bir xanımdırsa, işləri daha da artır. Çünki övlada baxmaq həqiqətən böyük bir məsuliyyətdir. Onun həm sağlamlığı baxımından, həm nitq inkişafı deyək, psixoloji inkişafı deyək, bu baxımdan çox önəmlidir. Ananın rolu burada daha çox olur. Ata daha çox belə deyək də işdə olursa, qazanc ardınca gedirsə, qadın evdə daha çox qalır və çətin olur. Xüsusilə də ilk övlad olanda daha çətin olur. Yəni əgər ana və yaxud da qaynana yaxındılarsa və yaxud da kömək edə bilərlərsə, dəstək olmaqları daha yaxşıdır. Çünki böyüklər belə deyək, bu yolu keçiblər. Belə deyək də, bir ana təzə bir mühitə uyğunlaşmağa çalışır, bir qadın təzə bir mühitə uyğunlaşmağa çalışır və həyatına yeni bir övlad gəlir. Artıq onunla necə davranacağını bilmir. Bəli, təcrübəsizdir, praktikası yoxdur. Dəstək olsalar daha yaxşı olar. Yəni hər belə deyək, cüzi, primitiv söz-söhbətdən də ötürü ailəni dağıtmağa dəyməz. Düşünürəm ki, ailənin dəstəyi çox önəmlidir. Böyüklərin dəstəyi, yaxşı mənada dəstəyi çox önəmlidir burada. Onda bayaqların biz verilişdən öncə siz çox gözəl bir şey dediniz. Mənim həqiqətən də çox xoşuma gəldi, belə deyək ki. Dediniz, nyankalardansa, dayələrdənsə, bəli, dayələrdənsə nənələr baxmağı daha məqsədə uyğundur, daha yaxşıdır. Bəli, fikrimi belə əsaslandırım. Ailə, belə deyək də, xarici dövlətdə ailə tango kimidir. Azərbaycanda bizlərdə ailə yallı kimidir. Bəli. Diqqət edirik, biz ailə həyatı qurana qədər nə qədər periodlardan keçirik. Yəni tanışlıq olsun, nişan olsun, toy olsun, toydan sonraki müəyyən adət-ənənələr. Hal-hazırda tam 100% demək, amma əksər ailələr bu qayda qanunundan, bu adət-ənənələrə riayət edirlər və bundan da məmnundurlar, hallarından məmnundurlar. Yenə deyirəm, əgər ana işləyən bir xanımdırsa, müəyyən qədər ona izin verilir övladı üçün. Müəyyən müddətdən sonra artıq işə çıxmalıdır, ya karyerasına davam etməlidir və yaxud da ki, maddi durum baxımından artıq evə qazanc gəlməlidir. Çünki evə yeni bir insan gəlib, o da xərc tələb edir. Bu zaman dayələrə üst tuturlar. Ümumiyyətlə, mən düşünürəm ki, bir psixoloq olaraq ana övladla, ata övladla nə qədər çox zaman, faydalı zaman keçirsə, övlad o mühitdə yalnız xoşbəxt böyüyə bilər.
Ata-ananı əvəz edə bilməz, ana atanı əvəz edə bilməz, heç kəsi əvəz edə bilməz. Doğrudur. Bəzən deyir ki, ata deyir ki, məsələn, ana əgər işləyirsə, mən anasını da əvəz edirəm, hər şey edirəm və yaxud da əks tərəfdə ana deyir ki, ata yoxdursa və yaxud da boşanmadan sonra mən onu həm anayam, həm atayam. Xeyr, atanın yeri atadır, ananın yeri də bəllidir. Ata ananı əvəz edə bilməz, ana da atanı əvəz edə bilməz. Dayələrə gəlincə niyə bu fikri səsləndirdim? Adətən nitq ləngiməsi, psixi längimə, aqressiya, fobiya, qorxularla müraciət edəndə biz onun korreksiyasını aparanda görürük ki, uşaq 5-6 yaşına gəlib bir doğmalıq, bir bağ yoxdur. Biz o uşaqlara nənəni, babanı, əmini, bibini, xalanı kartlar və yaxud da bir taxta oymalar vasitəsilə göstəririk. Atanın qardaşı kimdir, əmi, ananın bacısı kimdir, xala. Əgər o ortamda böyüyübsə, inanın ki, buna heç ehtiyac olmayacaq. Çox az hallarda təəssüf hissinə deyirəm ki, biz o uşaqların nənələri ilə bir bağını görürük. Babaları ilə, bibilərin bir ailə ortamı olmur. Ona görə də uşaqlar bəzən deyirlər ki, indi bizim vaxtımızda psixoloq yox idi, loqoped yox idi. Bəs indi nə var ki, orada nə dərslər keçirirsiniz ki, oyun terapiyası vasitəsilə o uşaqlara həyatı izah etməyə çalışırıq. Yəni nənənin onun bağrına basıb bir nağıl danışmağa qədər nə qədər gözəl terapiya keçə bilərik, biz bilmərik. Razıyam. Ana belə deyək də telefonla keçirtdiyi, sosial şəbəkələrdə keçirtdiyi zamanı övladına keçsə daha dəyərlidir. Doğrudur. Çünki əvvəllər belə deyək, bu qədər maarifləndirmə işləri yox idi, amma sağlam bir bağ vardı. Uşaqlar həyatda oynayırdılar. Nənə, əmi, bibi, xala, ailə ortamı. Razıyam. Gedirdilər, gəldilər. 5-6 seansa biz nənəni, babanı izah edənə qədər o uşaq hər gün nənəni, babanı görsə, onunla birlikdə zaman keçirsə, faydalı bir zaman keçirsə, əlbəttə bizə bu situasiyalarda, yalnız belə bu situasiyalarda bizə ehtiyac olmaz. Əgər bir diaqnozu yoxdursa, bir ciddi bir problem yoxdursa, doğrudur. Bizə həqiqətən o yerdə bizə ehtiyac olmaz. Bəli, nənənin borcudurmu nəvəni böyütmək? Xeyr. Heç kəsin belə bir borcu yoxdur, amma bu ailə bağı varsa, ailə qurulubsa, hər kəsin öz məsuliyyəti vardır. Əlbəttə ki, nənə də, baba da nəvəsi ilə zaman keçirməlidir ki, onda o bağ qurulsun, o istilik qurulsun. Psixoloqa ehtiyac olmasın, belə deyək. O ailəni bu mövzularda ehtiyac olmasın. Bəli, bayaqlar çox gözəl dediniz ki, biz 4-5 seansa bir ailə bağlarını biz uşağa aşılayırıq da, amma uşaq o ailə bağlarında böyüyərsə, həqiqətən də baxın, mən həqiqətən belə deyim də 21-ci əsrdə yaşasaq da, müasir dövrdə olsaq da köklərimizə bağlı bir insanam. Yəni adət-ənənələr olsun, keçmiş fikirli insan deyiləm, amma bunlara çox önəm verirəm. O dediyiniz ailə bağları mənim üçün də çox önəmlidir. Bəli. Bax, nənə qonaq gəlməkdir, qonaq getməkdir. Yəni ki, elə bilirəm ki, ailənin təməli də belə şeylərdən qurulur. Mehribançılıq, doğmalıq bunlardan yaranır. Bəli. Amma mən indi baxıram və müşahidələrimdən belə bir nəticəyə gəlirəm ki, indiki gənclər təkliyi sevir. Mən də onun tərəfdarıyam, razıyam. Tamam. Amma bu qonaq gəlməkdir. Bu oğlanın anasıdır və yaxud bu qızın valideynləridir. Bunları qəbul etmək indiki gənclərə çox çətindir. Bax, bunları bizmi bir valideyn kimi və yaxud da ki, aşılamışıqmı? Yoxsa bunlara səbəb nədir? Bayaq siz qeyd etdiniz ki, yəni analar övladlarına deyir ki, heç nəyə dözmə, niyə dözməlisən ki? Burada birinci nüans ola bilər. Ailə dözüləcək ya və yaxud da əzab-əziyyətə dözməlisən deyə bir ortam deyil, bir mühit deyil. Ailə güzəştə getməyi bacaran insanların bir yeridir. Heç kəs ideal deyil, heç kəsin ailəsi ideal deyil. Əgər orada insanlar bir-birini dəyişməyə çalışmırsa, bir-birindən rəqabət aparmırsa, bir-birini belə deyək də olduğu kimi qəbul edirsə, bu duyğuları yoxdursa, bir doğmalaşma varsa və yaxud da ki, gözəl duyğular varsa, sağlam mühit varsa, orada sağlam uşaq da böyüyür, sağlam ailə də olur, xoşbəxt ailə olur, hətta mükəmməl ideal da ailə ola bilər. Bəli, razıyam. Biz xoşbəxtlik harda olur deyirik. Yəni orada həqiqətən doğmalaşan insanlar varsa, çünki ailə təkcə qan bağının eyni olması deyil. Dəyərlərin bərabər olması da bir birlik üçün, güc üçün yumruq olub çalışan, fəaliyyət göstərən, birgə olan, istər yaxşı gündə, istər pis gündə bərabər olan bir ortamdır ailə. Yəni həqiqətən də ailə bir insanın düşünürəm ki, ən böyük şansıdır. Bəli. Mən sizinlə tamamilə razıyam. Elə bilirəm ki, uğurlu bir gələcək üçün də o uşaqlara verdiyimiz o ailə bağı var, onlar möhkəm olanda
hətta bax ailədən danışırıqsa bir oğlana oğlumuza və yaxud da ki qızımıza elçi gələndə onların ilk növbədə anasını, atasını deyil, hətta belə nəslini də kökünə baxırıq. O qədər önəmli bir faktordur ki, ona görə baxmırıq ki, ya maddi cəhətdən, yəni necə insanlardır. Bəli. Yəni ki, həqiqətən də qonaqpərvərdirlərmi? Yəni onların ailə bağları necədir ki? Bəli. Yəni əsasən bilmirəm, mən dəyərləndirmələrdə bunlara daha çox üstünlük Bəli. verirəm. Elə bilirəm ki, bunlar ailəni bir yerdə yığan, toplayan elə nüanslardan biridir. Bizdə ta əvvələ gedəcəm. Bizdə mamam biz əvvəl elə bil ki çox balaca bir evdə qalırdıq, 2 otaqlı evdə. Mamam elə bil ki qohumlarımız həm Rusiyada gedib gəlirdilər, həm də ki rayondan gələnlər. Rayondan gələnlər də bizdə qalırdı, Rusiyadan gedib gələnlər də bizdə qalırdı. İnanın ki, bizə həmişə deyirdilər ki, sizdə qonaqsız heç vaxt heç bir günümüz olmur da. Mamama deyirdilər ki, bu qızlar, yəni bacımla mən nəzərdə tuturlar ki, bunlar bu ailədə böyüyübsə, həqiqətən də mükəmməl bir ailə, yəni gələcəkdə mükəmməl bir ailə olacaqlar. Nəyə görə? Çünki bunlar evdə gördüklərini öz ailələrində də tətbiq edəcəklər də. Yəni biz də elə bilirəm ki, özümüz baxanda o ailənin təməlini orada görürük. Bəli. İndi bəs yaxşı. Bu dediniz bayaqlarım ki, sən dözməli deyilsən. Aha. Bəli. Bəs yaxşı, bu ailələrin təməlini mən bir valideyn kimi uşağıma necə aşılamalıyam ki, o dözməli deyilsən deyil. Sadəcə olaraq, yəni dəyərləri zaten biz bilirik ki, uşaq danışığı deyil də gördüyünü tətbiq eləyir. Biz nə qədər desək də ki, sosial şəbəkələrə baxma, ay evladım, bu mümkün olan bir şey olmadığını biz bilirik. Bəli, Əgər mən baxıramsa, mənim evladım da baxacaqdır da. Bəli. Yəni mən onu özüm də öz həyatımda müşahidə eləmişəm. İndi bəs indiki gənclərimizə necə özümüzü göstərməyək də, yəni necə olaq bir valideyn kimi ki, gələcəkdə də ailələrdə elə bilirəm ki, daha gözəl bağlar yaransın. Gənclərin bir tanıma dönəmi var da, öncə tanış olurlar. Burada sağlam tanışlıq olmalıdır. Gənclərin sonradan ailə həyatı quranda qarşılaşdığı problemlərin kökündə bu tanışlıq dayanır. Nədir buradakı nüans? Mən qeyd etmək istəyirəm. Adətən seanslarda da biz bunu görürük ki, qadınla kişi, xanımla bəy, belə deyək də, qızla oğlan bir-birinə ən gözəl xüsusiyyətlərini göstərməyə çalışırlar, öz mənfi xüsusiyyətlərini örtbas etməyə çalışırlar və yaxud da qarşı tərəfin bu davranışlar, bu jestlər, bu hədiyyələr, bu belə hədiyyələr deyə hər şey xoşuna gəlsə, mən elə olum ki, məndən razı qalsın. Bir bəyənmə sürəci var da. Eynən qız da oğlana qarşı, oğlan da qıza qarşı özlərinin reallıqlarını arxa plana qoyurlar. Bir müddət keçəndən sonra nişan olur. Belə deyək də, ailələr artıq bir-birini tanımağa çalışır. Burada dürüst, sərbəst, səmimi bir ortam varsa, həqiqətən yenə deyirəm, ideal bir insan yoxdur, ideal ailə yoxdur. Onlar özlərinin çatışan və çatışmayan cəhətlərini sağlam şəkildə bir-birlərinə bildirməlidirlər. İstər ailə baxımından, istər övlad baxımından. Ki, yəni burada alınacaqmı, alınmayacaqmı? Nişan dönəmi nədir? Ailələrin bir-birini tanıması, gənclərin bir-birini daha dərindən tanıması. Bu da sağlam şəkildə gedirsə, bu mühit əgər sağlam şəkildə münasibət qorunursa, ailə həyatı sağlam şəkildə qurula bilər. Sağlam şəkil deyəndə nəyi nəzərdə tutursunuz? Sağlam şəkildə odur ki, artıq biz burada mənim bu xarakterim var, mənim çatışan və çatışmayan cəhətlərim budur. Mən əgər ki, onu mən sizinlə razıyam ki, o ilk tanışlıqda onların hamısını desələr, göstərsələr də, yəni mən buyam. Məni bu cür qəbul elə. Bəli, bəli. Daha sonra belə deyək, valideynlər belə deyək, daha biraz yaşlı nəsil analar, nənələr çox əziyyətə qatlaşıblar hər baxımdan. Doğru. Və qızlarımıza nəyi təbliğ edirik? Siz dediniz ki, biz ailəmdə həmişə qonaqlı qaralı görmüşük. O ailədə böyüyən qızlar iki formada olur. Ya qonaq qaranı sevmirlər, ya da elə anaları kimi qonaq qaralı. Eynən, iki formada olur. İndi gedib düşəcəyi ailə necədir, o da bilmir. Ya orada gedib həmişə qonaq qaralı bir şey, bir mühit istəyəcək. Ya da dedik, mən anam kimi olmayacağam. Yorulmuşam, bezmişəm. Dözmək deyəndə ki, bəzi nüanslar var ki, həqiqətən ona güzəşt etməyə dəyməz. Çünki qarşı tərəf dəyişmir və ömür boyu biz qarşı tərəfi dəyişməyə çalışırıqsa, özümüzü məhv edirik. Amma ailə həyatı quranda gözəl bir kitabda bir gözəl ifadə oxumuşdum, çox xoşuma gəlmişdi. Deyir ki, ailə həyatı quranda bir əlində silgi olmalıdır. Nə gözəl. Bir əlində silgi olmalıdır. O silməyi bacarmalısan. Əgər silməyə dəyərsə, yenidən davam etməyə dəyərsə. Yəni bayaq da qeyd etdim, yəni cüzi, primitiv bir şeyləri böyüdüb şişirtməyə dəyməz. Birlikdə xoş zaman keçmək. Hədəf nədir? Biz birgə bir yola çıxmışıq. Qarşımıza çıxan
xoşumuza gəlməyən, xoşa gəlməz çətinliklər, problemlər olduqda biz bir-birimizi günahlandırmayaq və biz bir-birimizi geridə qoymayaq. Əl-ələ tutub bu problemlərin öhdəsindən gəlməyə bacaraq. O zaman insanlar bir-birini daha dərindən tanıyır. Amma tanışma dövründə ən çox gözəl zaman keçirməyə çalışırlar da, bir-birini tanımağa heç belə zamanları da olmur, heç niyyətləri də olmur. Ona görə problemlər sonradan çıxır. Yenə deyirəm, gizlətməyə çalışırlar. İstər ailə olsun, istər gənc insanlar olsun. Çünki hədəf nədir? Əldə etmək. Aha. Onu əldə etmək. Əldə edəndən sonra istər-istəməz insan özünü nə qədər gizlədə bilər? Axırda o bir evdə yaşayanda özünü nə qədər gizlədə bilərsən ki, artıq sənin necə olduğun, reallığın qarşıya çıxır. Və tanıma sürəcində ən önəmli olan nüanslardan birini qeyd etmək istəyirdim ki, yəni orada daha çox bir-birinlə gözəl zaman keçirmək deyil də, bir-birini dərindən tanısalar daha yaxşı olar ki, məsələn, mənim gələcək həyat yoldaşım bir çətin situasiya ilə qarşılaşanda necə reaksiya verir, bu problemi necə çözür? Və yaxud da mənə qarşı olan hörmətsizlik, sayğısızlığa mənim həyat yoldaşım necə cavab verir? Çünki ailə həm də qorunmalıdır, qorumaqdır. Qadın kişiyə belə də sığınır, onu qoruyur. Problemlərin birini demək istəyərdim, ailədə nə yaranır? Maddi baxımdan deyirsə dözülməzdir, dözməlidirmi? Əvvəllər xanımlar daha çox işləmirdilər də, evdə xanım olurdular və bir problem olduqda valideyn ona nə deyirdi? Səni təmin edən bu kişidir, bu bəydir, sənin həyat yoldaşındır, uşaqlar var, baxar, səni təmin edir, yeməklə, geyinməklə, hər şeylə səni təmin edir və qadının bir maddi asılılığı vardı bəydən. Bəli. Artıq qadınlar da çalışır, hətta elə ailələr var ki, qadınlar kişilərdən daha çox gəlir əldə edir. İkisi eyni zamanda evdən çıxırlar, iş saatları bərabər ola bilər, hətta qadınlar iş saatı daha yüksək çox ola bilər və maaşı daha yüksək ola bilər. Artıq işdən gələndə ikisi də yorğun, bəyin dediyi belə deyək də ev işləri, təmizlik deyək, yemək deyək, onu qadın edə bilmir. Həm yorğundur, həm də etmək istəmir artıq. Onu etmək istəmir. Burada da yenə söz-söhbət, narazıçılıq, inciklik, küskünlük gətirib çıxardır və o ailədə böyüyən uşaq necədir? Artıq görür ki, qadının gücü əgər qazancdırsa, o evdə böyüyən qız necə düşünür? Mənim anam qazanır, atamdan da çox qazanır, səsi də daha yüksək çıxır. Bəli, artıq o qız da o mühitdə böyüyür və qarşı tərəfdən də onu istəyir. Doğrudur. Razıyam sizinlə. Bax, onu ailə bağları ilə demək ki, çox mükəmməl şəkildə önəmi var. Bəs yaxşı, bu qaynana ailədən danışırıqsa, gəlin münasibətlərinə sizin münasibətiniz deyək. Qaynana yaxşı qaynana, pis qaynana deyilən bir belə deyək, deyim varmı? Yoxsa bu belə deyim də illər boyu deyilən deyimlərmi deyim, nədir? Qaynana gəlin münasibəti ən həssas, ən qabarıq münasibətlərdən biridir. Hansı ki, bu təkcə iki xanımın bir-birindən mübahisəsi deyil, həqiqətən həyatda, o ailədə hər kəsə yansıyan bir problemdir. Doğrudur. Burada əsas nədir? Qaynana haqlıdır, gəlin haqlıdır, qaynana haqsızdır, gəlin haqsızdır və yaxud da ki, bu doğrudur, bu yalandır, bu yanlışdır deyil də. Yəni, əlbəttə ki, qaynana deyəcək, mən haqlıyam, gəlin haqlı deyil, gəlin deyəcək, mən haqlıyam. Bir nüans qeyd etmək istəyirəm ki, ortada bir bəy var və ikisi də onu sevir. Bu prizmadan yanaşaq, hər ikisi də bunu sevir və onun üzərində mücadilə aparmağa çalışır. Əlbəttə ki, bəyin anası, belə deyək, ananı heç bir həyat yoldaşı əvəz edə bilməz. Bəyin həyat yoldaşını da heç bir qadın həyatda əvəz edə bilməz. Balanslı münasibətin tərəfdarıyam. Ana öz yerini, öz belə deyək də ağbirçəkliyini, böyüklüyünü, ədəb-ərkanını qoruyub saxlasa, gəlin də eyni zamanda onu qoruyub saxlasa, problemlər yaranmaz. Əlbəttə ki, söz-söhbətli ailədə heç kəs xoşbəxt ola bilməz. Bu, əgər narazıçılıq varsa, heç qaynana da xoşbəxt deyil burada, oğul da xoşbəxt deyil və gəlin də burada xoşbəxt deyil. Heç kəs ailə həyatı qurmur ki, onu dağıtsın, amma qorumaq lazımdır. Və bir nüansı qeyd etmək istəyirəm ki, bu bizlərdə var, qaynana gəlin problemləri ən belə qabarıq, ən yayılmış problemlərdəndir. Mən burada bəyin o rolunu qeyd etmək istəyirəm. Bəy yetişkin bəy olmalıdır. O bilməlidir ki, onun həyatındakı ananın həyatında oğul olaraq yeri və həyat yoldaşı olaraq mənim o qadının həyatında yerim və rolum.
Bu balansı qorumağı bacarmalıdır bəy. O ən Bəli. ağır yük o bəyin üzərinə düşür. O Bəli. balansı qorumalıdır. Yəni o illərdir anasını tanıyır. Ən azı 25-30 yaşda belə deyək də bu müddətdən sonra ailə həyatı qurur. 20-25 il ərzində anasını hər halda tanıyıb. Yeni bir xanımla tanış olub. Tanışlıq müddəti 3 il, 5 il davam edir. Bu xanımı da tanıyır. Və o xanım 20-25 il bir evdə yaşadığımız xanımın və yəni birgə yaşadığımız evə gəlir. Əlbəttə ki, o qayda qanunları bilmir. Razıyam. Yenə deyirəm, güzəştə getməyi bacarmaq lazımdır. Burada əsas qeyri-sağlam rəqabət, mən haqlıyam, sən haqlısan, haqsızsan, günahkarsan, bu deyil də o silgini əlimizdən buraxmamalıyıq belə də mütləq şəkildə olmalıdır. Çünki güzəştə getməyi bacarmaq lazımdır. Əgər biz ailəni qorumaq istəyiriksə, güzəştə getməyi də bacarmalıyıq. Və mən haqlıyam, mənim dediyim olacaq. Bu fikirlər ailədə əgər varsa, əlbəttə ki, yəni o zəncirin birini qoparmış oluruq. Orada da heç kəs xoşbəxt yaşamır. Amma belə bir nüans da var ki, indi elə analar var ki, oğlanlarına başqa cür bağlıdır da, onu bölüşməyi sevmirlər. Bax, onda oğul nə qədər də ananın yerini bilsə də, amma elə bilirəm ki, bax bu zaman münaqişələr yaranır. Həddən artıq çox. O da bilirsiniz, ən çox mən belə müşahidələrimdən ən çox müşahidələrimdən o bayaq dediniz, o seanslardan da bilirəm ki, ən çox gəlinlər nədən şikayət edirlər? Mən yoldaşımla hansısa bir yerə gedəndə və yaxud da yoldaşım mənim yeməyimi bəyənərsə, iltifat edərsə, bunu qaynanam götürmür. Yəni münaqişələr də oradan başlayır. Hə, mən sənin ananam. Yəni anadan övlad keçə bilmir zaten. Bəli. Heç birisindən keçə bilmir. O da yəni ən azından yoldaşına xahiş eləyir ki, bir dəfə döz, 2 dəfə döz də, yəni məntiqlə, yəni belə olur. Bəli. Və sonda burada oğlan nə edə bilər ki, balansı heç cürə qoruya bilmir. Nəzərinizə çatdırım ki, qaynanla gəlin rəqib deyirlər bir-birinə. Birinci bunu bilməlidirlər. Onu qaynana elə görür, bəzən yox. Onu tək qaynanada görməyək, gəlinlər də var. Mən onu deyirəm, ikisi də yəni bir-birlərinə rəqib görürlər, bir-birinin rəqibi deyirlər. Yəni nəyin rəqabəti gedir ki burada? Doğru. Bəli, bəzi ailələr var ki, məsələn, əgər bir qadın öz həyat yoldaşını itiribsə və yaxud da bir sağlam münasibəti olmayıbsa, adətən bizdə belə olur. Qarşılaşdığımız situasiyalarda buna rastlaşıram ki, ana bütün meylini oğluna salır da, belə deyək. O təkcə onun oğlu olmur, həyatda hər şey olur. Güvəndiyi bir bəy olur, sığınacağı olur. Çünki bütün duyğularını, bütün arzularını, duyğularını o övlad üzərindən həyatını qurur. Hətta öz karyerasını övladına görə qurban edir, fədakarlıq edir. Bizdə söz var, yemədim, yedizdirdim, geyinmədim, geyindirdim və artıq ondan o borcu geri istəyir. Bəli. Çünki o balanslı, sağlam şəkildə övladını böyütmürdü. Onun həyatında övlad obrazında, rolunda olmayıbdı. Hər şey olub övladın. Və bir müddətdən sonra görür ki, artıq oğlu buna qayğı göstərmir, daha romantik, daha gözəl, daha xoş, başqa bir evdə böyüyən, başqa bir xanımla münasibət qurur. Qeyri-sağlam qısqanclıq deyək bunu. Qeyri-sağlam qısqanclıq olur. İndi gəlin var ki, bunu anlayışla qarşılayır bir yerə qədər. Bir yerə qədər. Gəlin də var ki, bunu qəbul eləmir. Yəni evdə əgər qaynana öz yerini, sağlam yerini bəlli etsə ki, bəli, bu mənim övladımdır, mənim həyatım övladımdan ibarət deyil. Mənim də öz həyatım var. Yəni qaynata. Burada başqa bir obraz var, qaynata. Qaynata da adətən deyirlər, heç bir şey qaynayıb qarışmır. Əslində mən düşünürəm ki, qaynayıb qarışmamaq belə problemdir. Çünki əgər ailədə problem varsa, hər kəs öz yerini və rolunu bilməlidir və sağlam şəkildə, sərbəst şəkildə öz fikirlərini bildirməlidir. Bir problem varsa, bu problemin kökündə nə var? Qaynananın öz həyatı var, öz həyat yoldaşının öz həyatı var. Bu onun oğludur, oğlunun da öz həyatı var. Hər kəs hər kəsi bəyənmək, sevmək məcburiyyətində deyil, amma onu qəbul etməlisən. Seçmə. Yəni bir yerə qədər ana övladını böyüdür, oğlunu böyüdür və yaxud da qızını böyüdür. Bir müddətdən sonra artıq onun sağlam bir həyatı var. Mən həmişə deyirəm ki, valideynin övlad qarşısında 2 borcu var. Birinci borcu odur ki, sağlam şəkildə övladla bağ qurmaq. Yəni bu mənim övladımdır. Sağlam bağ qurmaq. Övlad həm valideynlə sağlam bağ qurur, bura aid həm övladın özü ilə bir bağı, özgüvəni, özünə inamı, özünün kimliyinin sağlam şəkildə formalaşması, yetişkinliyi, bir də ətrafdakı insanlara qarşı münasibəti, sağlam bağı. İkinci bağ valideynin borcu nədir? O sağlam bağı sağlam şəkildə buraxmaq. Mənim funksiyam bura qədər idi.
Bəli. Mən dəstək ola bilərəm, kömək ola bilərəm. İstər maddi, istər mənəvi, istər nənə olaraq, belə deyək, istər Bəli. ana olaraq, istər qaynana olaraq bu ailəyə mənim faydam varmı? Əgər faydalı deyilsə, bu bağ sağlam bağ deyil. Mən bütün ümidimi övladıma bağlayıramsa, hər şeyi ona qurban edib, fədakarlıq edib o övladı böyüdürəmsə, əlbəttə onda bir müddət sonra qəbul etmirəm ki, onun həyatında necə olur başqa bir insan ola bilər. Razıyam sizinlə. Onda da belə deyim, gəlin qayna münasibətləri başqa formada formalaşmağa başlayır. Bu elə bir belə deyim də ailə mövzusu elə bir mövzusudur ki, elə bilirəm ki, bunlarla aylarla danışsaq da bitməyən bir mövzudur. Hər bir ailənin də özünə məxsus belə deyim, həm problemləri deyək, həm dəyərləri deyək, həm baxışı deyək var. Ona görə də bəs sizin baxışınız necədir? Bir ekspert olaraq. Ekspert olaraq deyə bilərəm ki, problemlər olmayacaqmı? Olacaq. Problem həyat varsa, problem də var, maneə də var. Onu əsas aşmaq bacarmaqdır. Onu birgə formada aşmağı bacarmaqdır. Məsələn, adətən necə olur? Gəlinlərini qaynalar başqa gəlinlərlə müqayisə edir. Hələ evdə başqa elti falan varsa onunla müqayisə edir. Razıyam. Çünki hər kəs özəldir. Doğrudur. Hər kəs fərqli bir müddətdə böyüyüb gəlib. Hər kəsin dünya görüşü, xarakteri, algılaması, problemə baxış açısı fərqlidir. Xarakteri fərqlidir. Bəli. Və yaxud da ki, biz sizin vaxtınızda belə deyildik deyə müqayisələr. Siz indi çox rahat həyatı yaşayırsınız. Yəni fiziki işlərdən məhrumsunuz. Yəni də hər şey robotlaşmış bir əsrə gəlib çıxmışıq. Hər şey elektron robot formasında hər şey yerinə yetirirlər. Siz nə əziyyət çəkirsiniz ki? Biz sizin vaxtınızda daha çox əziyyət çəkirdik, böyüklərə daha çox sayğı ilə, hörmətlə yanaşırdıq. İndiki gənclərdə bu yoxdur deyə bir iddia var. Mən o fikrinə razı deyiləm. İllər dəyişir. Hər dövrün özünə uyğun çətinliyi var. Hər dövrün özünə uyğun bir uyğunluğu, belə rahat, lüks forma adlandırdığı bir mühit var. Bəli. O dövrün özünə uyğun çətinlikləri olsa da, özünə uyğun, belə deyək, daha da rahat, daha yaxşı bir mühiti var idi. Eyni zamanda bu dövründə çətinlikləri də var. Məsələn, ekologiya hal-hazırda əvvəlki ekologiya ilə müqayisədə eyni deyil. Həyatda insanların sinir sistemi, psixologiyası, qida rejimi, səhət baxımından, düzdür, ola bilər müəyyən fiziki aktivliyimiz artıq yerində deyil. Yəni artıq bizim yerimizə qadınların yerinə elektron əşyaları müəyyən işləri görür, amma bu demək deyil ki, qadının işi yəni yüngülləşibdir. Əvvəl qadınlar işləmirdi, səhərdən axşama ev işi ilə məşğul olurdu, övlad böyütməklə məşğul olurdu, amma indi artıq başqa bir yerdə çalışırlar. Həm evin işi, həm övladın təhsili, tərbiyəsi, həm də özünün başqa bir yerdə çalışması, bəli, o da qadını yorur. Doğrudur. Orada gün ərzində neçə insanla qarşılaşır, əsəbi gələ bilər, stressli ola bilər, yorğun ola bilər və onu evə özü ilə bərabər gətirir və ailəyə yansıtmasın deyə o da bir güc tələb edir, həm xanımda, həm də bəydə. Yəni ailə hüzurlu bir ortam olmalıdır. Sığındığımız bir liman olmalıdır. Bir belə deyim, qarşılıq gözləmədən, onu dəyişdirməyə çalışmadan, özümüz necə varıqsa elə rahat şəkildə biz o ailədəyiksə, ailədə yaşayırıqsa, istər qadın olaraq, istər kişi, istər övlad, orada yaşayırsa, orada huzur var. Artıq orada bir ocaq var, bir yurd yuva var. Bəli, çox həqiqətən də gözəl vurğuladınız. Mən sizinlə razıyam. Bizdə də ailə mentaliteti savsəm fərqlidir. Bambaşqadır da. Bayaq dediniz Avropada bizdə yallı oynayır. Bəli. Digərlərində tango, yəni yalnız oğlanla bəylə gəlir. Bəli. Orada necədir? Yalnız bir xanımla bir bəy tanış olur. O tanışlıq, o münasibət neçə ay gedəcək, neçə il gedəcək, heç kəsə bir hesabatları yoxdur. Heç məsuliyyətdə daşımırlar. Bəlkə bizdə mentalitet fərqlidir. Azərbaycan mentalitetinə uyğun olaraq dəyərlərimiz fərqli olduğuna görə bizim üçün ailə müqəddəsdir. Ona görə də biz onu elə qəbul edirik də. Amma digər Avropaya baxanda onlar üçün belə deyək də bizim namuslu qeyriyyətli xanımlarımız olub ki, onlar ailə qurmayıblar. Yəni şəhid Allah hamısına rəhmət eləsin, şəhidlərimiz var ki, onların xanımları ailə qurmayıblar. Yəni mən 1-ci Qarabağ olsun, 2-ci Qarabağ müharibəsindən də danışıram ki, yəni bu xanımlar amma Avropaya baxanda
bizi müqayisə etmək belə olmaz da. Yəni bizim ailə dəyərlərimiz başqadır. Bizim yanaşmalarımız fərqlidir. Ona görə də elə bilirəm ki, bizdə ailə məfhumu çox möhtəşəm bir məfhumdur. Çox müqəddəs birdir. Yəni toxunulmazdır. Bayaq dediniz, o toxunulmazda da kimsə toxunarsa, onda bizim üçün başqa bir nəticələr olur. Yəni başqa bir nəticə çıxır. Amma mənim üçün ailə elə bilirəm ki, bir dövlətdir. Onun qayda qanunları olmalıdır mütləq şəkildə. O qayda qanunları nə qədər də kişi yazsa da, qadın uygulasa da, ikisi yazsa daha doğru məqsədə uyğundur elə bilirəm. Ona görə də bu günləri mənə elə gəlir çox gözəl danışdınız. Çox təşəkkür edirəm həqiqətən də. Bu veriliş hansısa bir indi ailə qurmaq istəyən gənclərin qarşısına çıxarsa, onlar da bu verilişdən nə isə bir şey götürərlərsə, nə xoş bizim halımıza deyək. Buyurun, son sözünüzü nöqtəni son sözümüz həqiqətən zaman çox gözəl gəldi, keçdi. Çox gözəl mövzuya toxunduq, çox gözəl nüanslardan danışdıq. Mən dəvət etdiyiniz üçün bir daha təşəkkür edirəm. Əziyyəti keçən hər kəsə minnətdaram. Başqa mövzularda inşallah görüşmək mütləq şəkildə inşallah ki, sizi digər verilişlərimizdə də qonaq görmək istəyirəm. Dəyərli fikirləriniz həqiqətən də həm mənim, həm də tamaşaçılar üçün faydalı olacağına inanıram. Əziz, dəyərli tamaşaçılarımız, izləyicilərimiz, mən sonda demək istəyirəm ki, mənim üçün də bir Azərbaycan xanımı olaraq ailə dəyərləri çox önəmlidir. Ona görə də çalışaq ki, o bağları qırmayaq. Gələcək nəsillərə də nə ötürə biliriksə ötürək. Yəni bizim elədiyimiz bütün hərəkətlər, yəni belə deyim, elə bilin qıraqdan sizi kimsə çəkir kamera ilə. Mən həmişə onu özüm hər kəsin beyninin algıladığı kimidir. Və onu çəkir və baxırlar. Siz səssiz oynayırsınız, belə deyək də, və orada çalışın ki, kimlərəsə örnək olmaqdan ötəri, yəni özünüz olun, amma vicdanınızla da hərəkət eləyin. Mənə elə gəlir, onu gənclərə daha çox, evimizdə böyütdüyümüz gənclər var, onlara faydalıyıqsa, ötürürük də, düzdürmü? Elə evimizdən başlasaq daha möhtəşəm olar, daha gözəl olar. Ona görə də gözəl mövzuya görə də bir daha sizə təşəkkür edirəm. Çox sağ olun, var olun. Sağ olun, təşəkkür edirəm.